Son illərdə texnologiyanın sürətli inkişafı təhsil sahəsində ciddi təsir göstərib. Azərbaycanda bəzi məktəb və liseylərdə dərslərin robot müəllimlər tərəfindən keçirilməsi bu yeniliklərin bariz nümunəsidir. Bu yanaşma təhsil prosesində rəqəmsal imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradır. Robot müəllimlər müasir təhsilin gələcəyi ilə bağlı maraqlı perspektivlər ortaya qoyur. Bəs bu prosesin hansı mənfi tərəfləri var? Mövzu ilə bağlı Missiya TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, artıq yaşadığımız dövr hər gün informasiya texnologiyalarının geniş tətbiqi və informasiya yönümlü texnoloji alətlərin istifadəyə verilməsi ilə səciyyələnir. Ekspertin sözlərinə görə bu tətbiqləri təhsil sistemi üçün daha çox müsbət cəhətləri ilə xarakterizə etmək olar. Burada yaşamağımız, yeniliklərə daha adekvat olmağımız, yenilikləri anında qəbul və tətbiq etməyimizə əsas verir və təbii ki, burada biz digər sferalarla yanaşı təhsildə diqqətə almalıyıq. Artıq süni intellekt əsaslı dərslərin tədris olunması, robot müəllimlər tərəfindən dərslərin tədris olunması dünyanın inkişaf etmiş ölkələrində artıq prosesi cəlb olunub. Düşünürəm ki, bizə də bu tətbiq bütün təhsil müəssisələrini tədricən əhatə etməlidir. Hal-hazırda bəzi özəl təhsil müəssisələrində artıq robotlar tədricən prosesi cəlbi nəzərdə tutulub. Xüsusilə özəl təhsil müəssisələrində belə bir addım atılıb. Bütün informasiyaların vaxtında və çevik formada təhsil alanının çatdırılması, daha interaktiv üsulla tədrisin həyata keçirilməsi və sair kimi amillər robot və ya da süni intellekt əsaslı robot əsasında səmərəli formada keçirilir. Elçin Əfəndi vurğulayıb ki, robotlar canlı varlıq olmadığı üçün emosional təmas, ünsiyyət və qarşılıqlı əlaqə baxımından müəyyən çatışmazlıqlara malik. Canlı ünsiyyət zamanı, yəni tutaq ki, müəllim şagirdin mimikasını, jestini, ümumi davranışını oxuya bilirsə, robotlar hələ ki bu prosesdə canlı insanı əvəz edə bilmirlər. Halbuki bax, bunlar mənfi tərəf kimi hal-hazırda qiymətləndirilə bilər, amma daha çox biz müsbət məqamlarını görürük və gözləyirik. Seyranə Quliyeva, Çingiz Abdullayev, Missiya TV.